İndi biz geniş şəkildə danışmaq istəyirik. Həm müxalifət liderlərinin ortada olmaması, onların hansısa şəxsləri məhz Mərkəzi Seçki Komissiyasının ətrafına göndərib, müəyyən küçə hərəkətlarına başlamaq cəhdləri, bərabərində onlara qarşı işin başladılması və eyni zamanda Nikol Paşinyanın trip marşrutu ilə bağlı söylədiyi fikirlər Ermənistan mediasının isə fərqli istiqamətdə yaydığı iddialar diqqətimizdədir. Bu mənada hazırda bizlə bağlantıda olan siyasi şərhçi Əhməd Şahidovla danışmaq istəyirik. Əhməd bəy, xoş gördük sizi, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir olsun. Əhməd bəy, ilk olaraq istəyirəm ki, Nikol Paşinyanın elə trip marşrutu ilə bağlı fikri ilə başlayaq təhlillərimizə. Burada önəmli məqamlara yer verilirdi. O vuruladı ki, trip marşrutu layihəsi ələxüsus ki, Amerika Birləşmiş Ştatları İran razılaşmasından sonra daha da güclənir. Buna baxmayaraq isə Ermənistan daxilində fərqli bir tendensiyanın müşahidə edildiyini görürük. Ələxüsus ki, media orqanları qeyd edirlər ki, heç də belə deyil. İran trip marşrutuna qarşı çıxdığı üçün bu razılaşmadan irəli gələrək trip marşrutunun gələcəyi də sual altında qalır. Siz bu iki fərqli istiqamətdə söylənən fikirləri necə dəyərləndirirsiniz? Əslində, bugün ABŞ və İran arasında 14 maddəlik razılaşma, bilirsiniz ki, bir neçə gün sonra İsveçrənin Cenevə şəhərində imzalanacaq bu razılaşma təkcə yaxın şərqdəki vəziyyəti sakitləşdirməyəcək, eyni zamanda Cənubi Qafqaza da öz təsirini göstərəcək. Çünki ABŞ-ın Cənubi Qafqazda ən böyük marağı Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından sonra Trump marşrutunun açılması məsələsidir ki, son bir neçə ildir ki, İran İslam Respublikası ciddi şəkildə bu marşruta qarşı çıxırdı. Hətta İranın offside-da qala biləcəyi, kənarda qala biləcəyi istənilən layihəyə qarşı çıxdığını və bunu Tehranın qırmızı cizgisi adlandırırdı. Görünən odur ki, ABŞ və İran təkcə yaxın şərqdəki məsələləri razılaşdırmır. Eyni zamanda İranın Cənubi Qafqazdakı siyasətində də müəyyən razılaşmalar hiss olunacaq. Əgər İsrail etirazlarına baxmayaraq ABŞ İranla bu razılaşmalara gedirsə, təkcə İran ətrafında məsələlər aydınlaşmır. Eyni zamanda İranın iddiası olduğu digər bölgələr var. Yaxın Şərq olsun, Livan olsun. Eyni zamanda Cənubi Qafqazla bağlı bəzi iddiaları var idi, bəzi hədə-qorxu xarakterli mesajları var idi ki, onlar da razılaşacaq. Və bundan sonra mən düşünmürəm ki, İran trip marşrutunun reallaşmasına ciddi bir əngəl yarada bilsin. Ümumiyyətlə 2020-ci ildən sonra Zəngəzur koridoru dediyimiz bu marşrut ki 2025-ci ilin avqustun 8-də razılaşdırıldı Ağ Evdə, iki əsas ölkə buna qarşı çıxırdı. Biri Rusiya idi. Çünki Cənubi Qafqazda sülhün əldə olunması, xüsusən də ABŞ vasitəsilə əldə olunması Rusiyanın maraqlarına ciddi xələl gətirirdi. Moskvadan Trump marşrutu ilə bağlı negativ fikirlər gəlirdi. Digər ölkə isə İran idi ki, bu da özünə qırmızı cizgi adlandırırdı. Bugün Rusiya və ABŞ arasında münasibətlərin dialoq şəklində olmasını nəzərə alsaq və ABŞ-İran razılaşması da reallaşarsa ayın 19-u, görünən odur ki, artıq Trump marşrutu, Zəngəzur koridoru üçün heç bir real təhlükə qalmır. Ermənistanın seçki öncəsi daxili vəziyyətini də nəzərə alsaq, düşünürəm ki, bir neçə həftə ərzində, irəliləyən bir neçə həftə ərzində bütün bu sular durulacaq, bütün bu gərginliklər öz yoluna düşəcək. Çünki Nikol Paşinyan və onun komandası faktiki olaraq tam qələbə qazanıblar. 50%-lə artıq qələbəni legitimləşdiriblər. Mərkəzi Seçki Komissiyası bunu təsdiqləyib, nəticələri artıq Nikol Paşinyan Ermənistan daxilindəki o müxalif qüvvələrə qarşı açıq şəkildə mübarizəyə keçib. 2 gün bundan öncə Robert Köçəryan Erevan hava limanını tərk edərkən geri qaytarıldı. Bugün artıq İstintaq Komitəsi onun mandatı ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib, onunla bağlı cinayət işinin açılması ilə bağlı. Çünki deputat olaraq onun toxunulmazlıq hüququ olduğu üçün ona cinayət işi başlanılması mümkün deyildi. Amma əgər Mərkəzi Seçki Komissiyası Robert Köçəryanın və digər 2 deputatın, müxalif deputatın toxunulmazlıq hüququnu aradan qaldıracaqsa, ki bu gözlənilən bir addımdır. Artıq onlara qarşı cinayət işi açılacaq və bu cinayət işi də korrupsiya, seçki öncəsi
vətəndaşların rüşvət yolu ilə ələ alınması və digər bu məsələlərlə bağlı görünən odur ki, Robert Koçaryan və əsas müxalif liderlər bu yolla zərərsizləşdiriləcək və Nikol Paşinyanın qarşısında ciddi bir əngəl qalmır. Erməni kilsəsi isə bir qədər ideoloji xətti, ideoloji belə deyək, mərkəzdir ki, o real Əhməd bəy, müxalifət... yenidən Köçəryanla bağlı məqama qaydaq istəyirəm. Siz özünüz də vurguladınız ki, artıq bu toxunulmazlığın ləğvindən sonra rahat şəkildə ona cinayət işinin açılması, həbs edilməsi prosesləri də irəliyə bilər. Belə olduğu halda əlbəttə sual yaranır Azərbaycan tərəfindən ki, Köçəryanın Azərbaycana təhvil verilməsi ilə bağlı bir irəliləyiş mi deyək, bir razılıq mı, hansısa bir məsələlər müzakirə edilə bilərmi bu dönəmlərdə? Nə düşünürsünüz? Ümumiyyətlə, bu məsələ ilə bağlı indidən, öncədən danışmaq məqsədə uyğun olmazdı. Çünki bunu indidən gündəmə gətirmək bu prosesi ləngidə bilər. Çünki erməni müxalifətinin elə iddiaları, əsas tezisləri ondan ibarətdir ki, Robert Koçaryan, Serj Sarkisyan, bunlar günahsız insanlardır. Nikol Paşinyan məhz bu şəxsləri Azərbaycandan gələn təlimatlar üzərinə həbsə atıb gələcəkdə Azərbaycana təhvil verə bilər. Azərbaycan bu məsələdə təbii ki, Qarabağ müharibəsi, 1-ci Qarabağ müharibəsi dövründə Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədilmiş şəxslər siyasətindədir həmin insanların adı. Amma bugün bu məsələni birbaşa gündəmə gətirsək, onların həbsi prosesi artıq siyasiləşmiş ola bilər. Çünki onlara qarşı konkret Ermənistan Cinayət Məcəlləsinin konkret maddələri üzrə iş qaldırılıb, korrupsiya məsələsi ortaya atılıb, seçki zamanı, seçki öncəsi kampaniya zamanı seçkilərin rüşvətlə ələ alınması. Bugün Azərbaycan bu məsələni qaldırsa, artıq proses siyasiləşməyə doğru gedəcək ki, bu onların həbsini uzadacaq və ya hətta bunun qarşısını ala bilər. Əsas odur ki, Azərbaycan xalqının da istədiyi nə idi? Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş həmin şəxslər azad şəkildə gəzə bilməsinlər, azadlıqda olmasınlar, layiq olduqları cəzanı alsınlar. Onların həbs olunması, Ermənistanda saxlanılması və ya gələcəkdə Azərbaycana ekstradisiya olunub-olunmayacağı bu artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsindən sonra yaranacaq mühit zamanı dəqiqləşə bilər. Çünki faktiki olaraq iki ölkə arasında hələ ki sülh prosesi, belə deyək, sülh müqaviləsi imzalanmayıb. Məhbusların belə deyək, qarşılıqlı şəkildə ekstradisiya olunması, qarşı tərəfə təhvil verilməsi ilə bağlı dövlətlər arası razılaşma yoxdur. Ölkələrin bir-birinin ərazisində konsulluğu, səfirliyi fəaliyyət göstərmir. Ona görə bunun hazırda belə deyək, hüquqi mexanizmi mövcud deyil. Yəni Robert Koçaryanı və ya Serj Sarkisyanı həbs edib birbaşa Azərbaycana təhvil verilməsinin bir hüquqi mexanizmi mövcud deyil. Amma onların hazırda həbs olunması fərqi yoxdur. Ermənistanda saxlansın və ya başqa bir ölkədə. Əsas odur ki, layiq olduqları cəzaları çəkməsi, sonradan Azərbaycanla Ermənistan arasında belə deyək, sülh müqaviləsinin imzalanması üçün əsas maneələrdən biri də məhz o müxalif qüvvələrdir ki, onlar növbəti mərhələdə 7 iyun seçkilərindən sonra Ermənistanda referendumun keçirilməsinə əsas maneçilik törədən Rusiyanın dəstəyi ilə erməni kilsəsinin də belə çağırışları ilə Ermənistanda referendumun keçirilməsinə mane olan şəxslərdir ki, onların aradan götürülməsi, zərərsizləşdirilməsi bu artıq Ermənistanda referendum keçirilməsinin önünü açır ki, bundan sonra referendum keçiriləcək. Azərbaycana qarşı Ermənistan konstitusiyasında, müstəqillik bəyannaməsində olan o iddialar aradan qaldırılacaq ki, bundan sonra Bakı ilə İrəvan arasında sülh müqaviləsi sərbəst şəkildə imzalana bilər və bu imzalandıqdan sonra artıq dövlətlər arası münasibətlər inkişaf edəcək, məhbusların qarşılıqlı şəkildə təhvil verilməsi, ekstradisiyası məsələsi. Bundan sonra, məhz bundan sonra Azərbaycan, bəli, həmin şəxslərin özünə təhvil verilməsi, yəni Azərbaycana verilməsi və Azərbaycanda məhkəmə qarşısına çıxarılıb cəzalarını çəkməsini irəli sürə bilər. Amma bugün üçün, bugünkü şərtlərdə bunun bir hüquqi mexanizmi mövcud deyil. Çox sağ olun Əhməd bəy, təşəkkür edirik önəmli dəyərləndirmələriniz üçün, minnətdarıq. Biz indi yerli gündəmlə bağlı danışırdıq. Əlbəttə Ermənistan daxili proseslər bərabərində Azərbaycan-Ermənistan münasibətləri gündəmimizdə idi. Yenidən qaydaq.